Hər kəsə salam, mənim adım Marcina Jumati, mən qadın sağlamlığı, ailə münasibətləri və şəxsi inkişaf üzrə coach. Bugünkü videoda mən sizinlə paylaşacağım üz qulluğu vasitələrlə. Bu videonu məndən artıq uzun müddət istəyirlər. Bəzi şeyləri mən paylaşmışam artıq Instagramda. Amma gördüm ki, bu video yəqin ki uzun olacaq və çox güman ki bir neçə video olacaq. Buna görə də qərara aldım YouTube'da bunu paylaşım ki, hər zaman əlinizin altında qalsın. Üz qulluğu və ümumiyyətlə üz gözəlliyi bu ilk növbədə bizim daxili durumun ifadəsidir. Əgər bizdə problemlər varsa, əgər nəsə xoşumuza gəlmirsə, əgər həyatın çətin anları ilə qarşılaşırıqsa, əlbəttə ki, üzdə də bu belə bir grimasada ifadə olunacaq. Mən hər zaman özümə fikir verirəm, nə vaxtdan pul çətinliyi çəkirəm, əgər nəyəsədən fikir edirəm, nəyi necə eləyim, nəyi nəyə qoyum və görürəm ki, üzüm də belə solğun görsənir və bunu ətrafdakı da insanlar hər zaman mənə deyir ki, nəsə solğunsa və o bilirlər ki, yəqin ki, pul çətinliyin var, ala sənə biraz köməklik edək. Buna görə də neysə. Buna görə də hər zaman fikir vermək lazımdır. Həyatın hansı dönəmindəsən və üzdə hansı problemlər var və onları həll etmək lazımdır. Və əgər sizin də mənim kimi pullu problemlər üz ifadəsinə təsir göstərirsə, bizdə 12 may tarixində pullu marafon başlayır. Orada çox super həm işləmələr, həm texnikalar, həm praktikalar olacaq. Bütün ətraflı məlumat aşağıda mən sizə paylaşacağım. Qeydiyyat açıqdır. İndi çox gözəl endirimlər var. Cəmi 60 manata siz 2 həftəlik marafon əldə edə bilərsiniz və öz pullu problemlərinizi həll edə bilərsiniz və qıtlıq düşüncənizdən çıxa bilərsiniz. Və burada mən hətta müalicəvi bir vasitələr paylaşacağam. Bir neçə müddət öncə mən çox böyük stressdə idim. Bu videoda baxa bilərsiniz ətraflı bu haqda. Və o zaman da üzümdə sızanaqlar, prışiklər və s. əmələ gəlmişdi. Əsas da mədə, bağırsaq problemləri yaşayanda və bunlara baxmaq lazımdır. Ümumiyyətlə, üzdə biz gördüyümüz hər şey bu artıq nəticədir. Səbəb çox vaxt əvvəldən başlayıb. Bu bir. İkincisi də ki, çox güman ki, bizim ya daxili durumumuzdan, ya daxili sağlamlığımızdan irəli gəlir. Yəni, bunu nəzərə almaq lazımdır. Və gəlin başlayaq biz üz təmizləməyindən, çünki qulluqdan öncə biz üzümüzü təmizləməliyik. Və hətta əgər siz heç bir tonalni, hansısa makiyaj vurmursunuz, yenə də gün ərzində toz, torpaq, hansısa kiminləsə öpüşdünüz, əlinizi üzə vurursunuz, saç üzə gəlir və s. Yəni, istər-istəməz dərini çirkləndirir. Mən çox ümidvaram ki, bu videodan sonra Bioderma mənimlə əlaqə saxlayıb və əməkdaşlıq təklif edəcək. Çünki mən həqiqətən də Biodermanın fanatıyam. Həm əvvəldən onu hər zaman seçirdim, həm də ki, xaricdə də hər dəfə mən məsləhətləşəndə apteklərdə mənə hər zaman deyirlər, hə, Bioderma istifadə et, filan şey, indi mən sizə göstərəcəm. Və ilk mən başlayacağım bu miceller sudan. Mən indi istifadə edirəm qırmızı qapaqlı, çünki məndə yenə də stress nəticəsində yaranıb rozaceya, bu burada belə qırmızılıqdır, kupiroz. Və mənə məsləhət gördülər imенно rozovый rəngdə. Bunun rozovый üz
yumasında baxmayın ki bu təzədir, çünki mən hər zaman bunu alıram, əvvəlki bitib. Rozovu mən həmişə alıram. Əvvəllər mən hər zaman alırdım bunlardan, çünki bu yağlı üz üçün yaxşıdır. Mən pişiyim istəyir balkonlara gəzmək. Üzüm yağlıdır və hər zaman bunlardan istifadə edirdim. Bunun da micellar suyunu istifadə edirdim. İndi isə istifadə edirəm rozovu rəngdə. Hər zaman bunlarda çox yaxşı xüsusi qiymət, nə bilim, hansısa endirimlər var və üz bizdə qətiyyən burada bitmir, üz bizdə bitir burada. Burada bizdə üz bitir və biz bunu nəzərə almalıyıq. Mən heç bir halda burada sizə demək istəmirəm ki, mən hansısa super kosmetoloji bir prosesləri çox yaxşı bilirəm. Hələ də bəzən serum istifadə edirəm, bəzən istifadə etmirəm. Məndə serumlar var, amma mən düşünmürəm ki, siz bunu Bakıda tapacaqsınız. Yəni, üz yuyandan sonra bunu yəqin ki, tapacaqsınız. Estederm, Lift Repair, mən bunu indi əldə aldım. Bunu xaricdən almışdım. PDRN bu lasos spermasıdır. PDRN. Bunu həm kosmetologlar indi yaxşı istifadə edir, həm də ki, serumdan da yaradırlar. Çox əla bir şeydir. Yəni, üzünüzü yuduz, üzü silmək. Mən çox sizə tövsiyə edirəm salfetkalarla. Heç bir halda dəsmalla onu silmək məsləhət görmürəm, çünki dəsmalı bir neçə dəfə istifadə edirsiniz, orada müəyyən bir, bilmirəm, mikroblar, ya nəsə, əmələ gəlir, çünki nəm olur. Adi salfetka ilə silsəz, çox yenə də yaxşı nəticə alacaqsınız. Bir də yastıq üzü tez-tez dəyişdirmək. Mən hər 2 gündən bir dəyişdirirəm. Bugün, sabah, növbəti gün mən dəyişdirəcəm bunu. Deməli, üzümüzü yuduq, sildik, sonra yuduq və serum vurduq. Sonra mən hər zaman istifadə edirəm Biodermanın yenə də bu rozaceya üçün, rozovu rəngdən görürsünüzsə orada, bu rozaceya üçün vasitələrdir ki, bu qırmızılıq daha da çoxalmasın. Qırmızılıq nədən çoxalır? Günə çıxanda, spicy yeyəndə, kim bilir spicy nədir? Acı bir şeylər, acılı şeylər yeyəndə, o əsəbləşəndə və yenə də mədə bağırsaq problemlər varsa, bura qırmızı olacaq. Bir də ki, mənə mənim kosmetologum verib, La Roche-Posay, bu da rozaceya üçün bir proqramdır, bir vasitədir, onu da istifadə edirəm və çox da bəyənirəm. Yenə də La Roche-Posay ya Bioderma seçimi arasında qalanda mən yenə də Bioderma seçəcəm. Çünki onu mən artıq dəfələrlə sınaqdan keçirmişəm və çox razı qalmışam. Məndə əllərimdə soyuğa qarşı allergiyam var və qışda əllərim burası qapqara olur, bu rəngdə olur, biraz belə göyərmə kimi və qabıq başlayırdı verməyə və çox pis vəziyyətdə idi. Amma başlayanda Bioderma Ataderm vurmağa, indi düzdür, bunu tapa bilməyəcəm hardadır, çünki qış bitdi, əlbəttə ki, hər şeydir. Vururdum və o sağaldırdı. Yəni, vurmayanda da, yaxmayanda əllərimə və çölə çıxanda o artıq əmələ gəlmirdi və bu ən əsas göstəricidir ki, bu sağalır. Bunu həkim
Avropada, Fransada, əgər səhv eləmirəmsə, tövsiyə etmişdi mənim podruqamın uşağının var idi belə pörtlənən yerlər, harda qırmızılıq, qabıq verirdi və s. O bunu tövsiyə vermişdi. Mən qızda bir neçə dəfə istifadə etdim, gördüm ki, mənim əllərim sağalır, sonra da özümə aldım. Yəni o çox super bir şeydir. Prosta təəssüf ki, indi onu tapıb sizə göstərə bilmirəm. Bundan əlavə də Biodermanın belə göz altına bir neçə gün istifadə edirəm və çox razıyam. Çox gözəl nəmləndirir gözümün altını və super bir nəticə verir. Mən indi digərlərini göstərəcəm. Hansıları mən uzun müddətli istifadə edirəm. Bu da göz altı mizondur. Bu demək olar ki, bitirməndə. Deyim ki, wow, hansısa super effekt mən görmədim. Prosta yaxşı nəmləndirici. Wow effekt var. Hardan? Əlbəttə ki, Kiehl's'tan. Kiehl's bu super bir effekti ama qiyməti qətiyyən münasib deyil. Bu 100 manatdan yuxarıdır, bəlkə 80 manat. İdi. Bəlkə də 80 manat, 100 manat, bilmirəm. Mən münasib sözünü anlayıram, 20-30 manat civarında. O qiyməti keçəndən sonra bilmirəm nə dərəcədə bu münasibdir. Göz üçün biz bilirik ki, biz ayrıca vururuq. Adi krem göz altına vurulmur. Çünki gözün altındakı dəri daha həssasdır və nazikdir və adi kremin molekulları o keçmir göz altına və göz altına krem vuranda o belə vurulmalıdır. Və siz bunu belə yaxırsınız. Heç bir zaman biz nəyisə dartmırıq və heç nəyi orada yerindən oynatmırıq. Başqa mən sizə göstərəcəm kremlər. Mən düşünmürəm ki, bu kremləri siz tapa biləcəksiniz Bakıda. Çünki bunları mən Dubaydan almışdım. Bunları Dubaydan almışdım. Adi, normal kremlərdir. Biraz acık retinol var. Onların tərkibində, yəni bunlar artıq bitmək üzərədir. Bu gecə kremi artıq ümumiyyətlə bitib təzəlikcə və Avropadan indi gedib almışdım Estederm və bunu bir neçə vaxt başlamışam istifadə etməyə və çox razıyam. Çox gözəl nəmləndirir. Hiss olunur ki, dərini qidalandırır. Yəni dəri belə dolu kimi, kip kimi hiss olunur. Lift Repair. Bunun var başqa bir lineykaları. Orada başqası da var. Lifting və anti-age. Ümumiyyətlə, mən 30-dan sonra hər zaman anti-age istifadə edirəm. Çünki 60 yaşda anti-age istifadə etmək biraz bu artıq 60 yaşdır. Amma 30-dan sonra mən hər zaman istifadə edirəm anti-age, nəsə hətta 40+ üçün ki, onlar yaxşı qidalandırsın və canlandırsın mənim dərimi. Məncə, mən bu videonu belə bitirəcəm və növbəti videoda daha çox müalicəvi vasitələr sizinlə paylaşacağım ki, həm video uzun müddətli olmasın, həm də ki, siz biraz anlayasınız nə sizə uyğundur, nə uyğun deyil. Və bəlkə də nələrisə yenə burada axtarım tapım. Çünki məndə çox şeylər var. Belə bir serum var idi. Bu da o həmin retinolun firmasından idi. Bilmirəm, tapsaz bəlkə əldə edin
Məncə bu daha yaxşı 20-25 yaşda qızlara bu super təsir göstərəcək. Amma yenə də dediyim kimi vitaminlər, daxili durum, stresə davamlıq və kifayət qədər pulun olması. Ümumiyyətlə, məndə son vaxtlar nəyəsə əsəbləşəndə ya da ki, hansı reaksiya, negativ reaksiya verəndə düşünürəm. Sən bu dəqiqə əlavə 5000-in olardı və sən o filan istədiyi yerinə yetirə bilsəydin, sən yenə belə əsəbi olacaqdın və bilirəm ki, yox, cavab yox. Buna görə də bir çox narazıçılığımız və problemlərimiz pula bağlıdır və 12 mayda biz bunun üzərində sizinlə işləyəcəyik. Qızlar, pullu marafon bizdə başlayır və bütün ətraflı məlumatı siz videonun altında ala bilərsiniz və biz sizinlə görüşəcəyik. Həm də mən onu elə bir dövrə salmışam ki, biz biraz işləyib, sonra bizdə yeni ay da olacaq və ora biz maraqlı rituallar edəcəyik sizinlə. Mən də çox gözləyirəm, çünki özümə də lazımdır və istəyirəm o ritualı etmək. Mən də hələ ki bu qədər. Əgər nəsə sualınız varsa burada soruşun ki, növbəti videoda mən onları da sizə cavablandırırım. Hələlik.